Bildiyimiz kimi savab əməllər günahları silir. Bu Allahın lütfüdür. Allah Teala Quran-ı Kərimdə buyurur ki: "İnnel hasenati yuzhibne seyyiat." Həqiqətən yaxşı əməllər günahları silir. Lakin indi sual verirlər ki, günah əməllər də savabları silirmi? Birinci bunu qeyd edim ki, yalnız küfür, yəni insanın kafir olması, dindən çıxması bütün əməlləri batil edir. Yəni bütün əməlləri batil edən yalnız küfürdür. O ki qaldı küfürdən aşağı günahlar, bu günahlar hansısa bir savab əməlləri apara bilərmi? Bu barədə alimlərin görüşləri var. İki görüş var əsasən. Bir görüşdə alimlər qeyd edirlər ki, aparmır deyirlər. Çünki savab əməllər günahları silir, günahlar isə savabları silmir, əgər küfürdən aşağıdırsa. Lakin ikinci rəy, bu daha doğru rəydir. Həmçinin bu rəy İbn Teymiyyə və İbn Qeyyimin rəyidir ki, bəzi günah əməllər müəyyən savab əməlləri silə bilər, cəza olaraq. Amma hamısını yox. Necə ki, Uca Allah Quran-ı Kərimdə buyurur ki, "Ya eyyuhellezine amenu la tubtilu sadaqatikum bil menni vel aza." Ey iman gətirənlər, sədaqələrinizi minnət və əziyyətlə batil etməyin. Yəni müəyyən əməllər, müəyyən günah əməllər, müəyyən savab əməlləri apara bilər. Bu da cəza olaraq. Lakin bütövlükdə aparmır.